Rasional tənliklərə başlayırıq. Rasional tənliklərdən birinci sualın həllinə baxırıq. Deməli, belə bir tənlik verilib. Deyir ki, tənliyi həll edin. Həll edin. Fikir verirsiniz də, burada iki mötərizəni bir-birinə vurub sıfıra bərabər eləyiblər. İki dənə ədədi bir-birinə vurub sıfıra bərabər eləyiblər. İki ədəd bir-birinə vurulub sıfırdırsa, nə vaxt baş verə bilər belə bir şey? İkisi də yoxsa vuruqlardan bir dənəsi olsa kifayət edir. Amma ikisi də olsa heç bir problem yoxdur. Ona görə bunu sıfıra bərabər eləyirik. Bir dəfə də bunu sıfıra bərabər eləyirik. Görə bilirsən Ayşə oradan yoxsa? Görə bilirsiniz? Deməli, sıfıra bərabərlədik. Buradan x nəyə bərabər oldu? 1-ə. Burada da deməli, mənfi 1 böl 1 minus x bərabərdir mənfi 1. Mənfilər getdi. 1 böl 1 minus x bərabərdir 1-ə. 1 minus x 1'dir. Ondan sonra mənfi x bərabərdir 0. X də 0. Düzdür? 2 dənə nəyi var bunun? Kökü var. Amma kök elə bir şeydir ki, heç bir problem yaratmamalıdır. Düzdürmü? Bax, buradakı 1 burada kəsirin məxrəcini sıfıra çevirir. Onun mənasız eləyir. Ona görə bu kök deyil. Həmişə alanda aldığım ədəd heç vaxt mənasız bir ifadə almamalıdır. Ona görə tənliyin neçə dənə kökü var? Bir dənə kökü var. Bunların təhlükəsi bax buradadır, yoxlamaqdadır əsas. Oldu? Keçirik ikinci suala. İkinci suala keçirik. Görə bilirsən Ayşə. 2də 1 kəsirinin surət və məxrəcinə hansı ədədi əlavə etdikdə 0,8 alınır. Bir də yavaş-yavaş oxuyaq. 2də 1 kəsirinin surət və məxrəcinə hansı ədədi əlavə etdikdə 0,8 alınır? 2də 1 kəsiri. Surətinə də, məxrəcinə də nəsə əlavə eləmək lazımdır və bərabər olsun nəyə? 0,8-ə. Özdə eyni ədəddir. Hər surətinə, məxrəcinə hansı ədədi əlavə eləmək lazımdır. 5də 4 ilə çarpaz vurduq. 5 plus 5x bərabər 8 plus 4x. 5x çıx 4x bərabər 8 çıx 5. X bərabər nəyə? 3-ə. Oldu. 3-də heç bir problem yaratmır. Çarpazı başa düşürsünüz də, hə? Heç bir problem yoxdur. Əla. Gəldik, deməli, burada 5-ci suala. Diqqətiniz burada olsun. Tənliyin köklərinin cəmini tapın. Oldu. Sol tərəf elə bir ki, cəbri kəsirdir, düzdür? Cəbri kəsir eləyirik. Başa düşdün? Cəbri kəsir nətər işləyirlər? Ortaq məxrəcə gətirirlər, düzdürmü? X ilə x plus 2-nin ortaq məxrəci nədir? Onların hasili. Düzdür? Bunların ortaq məxrəci onların hasili. Hasili x-ə bölən nə düşür? Denən görüm. X plus 2 düşür. Hasili x plus 2-yə bölən nə düşür? X düşür. 4 vuraq x plus 2 çıxaq 4 vuraq x bərabər nəyə? 1-ə. 4x üstə gəl 8 çıxaq 4x. Aşağıda da x kvadrat plus neçə x? 2x. Bərabər nəyə? 1-ə. 4x-lər nə oldu? 8 bölü x kvadrat plus 2x bərabər nəyə? 1-ə. X kvadrat plus 2x bərabərdir. 8-ə. X kvadrat plus 2x çıx 8 bərabər nəyə? 0-a. Problem var bura qədər? Başa düşdünüz bir şey? Buradan sonrası asandır. Əsas bir dənə bax buranı bilək. Bildiniz nə demək istəyirəm? Ayxan. Bu misalda, eşidirsən məni, bu misalda qalan hamısını siz işləyə bilərsiniz. Ən çətin yer bir dənə ortaq məxrəci gətirməkdir Ayşə burada. Misala baxdın, deməli, x vuraq x plus 2, düzdür? Hasil. Qulaq as diqqətlə. Bu hasili x-ə bölün nə düşür? Denən. X üzə gəl 2. Hasil x üzə gəl 2 bölün nə düşür x? 4 vuraq x plus 2 çıx 4x bərabər 1. Sonra qulaq as. Vurdun açdın. Bunu da vurdun açdın. Görə bilirsən onları. 8 x plus 2x bərabər 1. Çarpaz vurdun gəldin bura. Gözləmə keçid bu tərəfə. Kvadrat tənlik. Buradan sonrasını bilirsiniz də. Hə diskriminantı zadı. Problem yoxdur. Bax bu illərim düşən o sual var ha. 11-ci siniflərə düşən. Vaxt aparan deyirlər. Bu məsələnin buydu şeyi, texnikası. Bu misal, bu gedişdir. Başa düşdünüz? Ona görə hamı deyir ki, bu nədir? Bu nə vaxt aparandır? Heç nə. Burada hazırlaşanda sadəcə kəsr rasional tənliyə biraz önəm vermək lazımdır. Onun ortaq məxrəc hissəsinə, nə bilim nəyinə. Bildin də? Orada çox mandraj verir. Çox dəhşət dərəcədə həyəcan verir adama. Başa sala bilirəm, fikrimi çatdıra bilirəm. Təsəvvür mənim tələbəm biri bura gəlib
deyir şey elədim, diskriminatla şeyli gördüm, vaxt apar diskriminat. Nə vaxt aparacaq? Ala 1 gediş, 2 gediş, 3 gediş. Vəssalam. Gör nə tər həyəcan basırsa, ona görə buradan ora hazırlaşmaq lazımdır. Orada verilən məsələ o, hansı ki uşaqlar yaza bilmir, ha, 20-ni keçə bilmir, ha. Bax, onu da elə bir ki, 2001-in bu həll edir. Budur, məsələni bu qoymur həll olmağa. Başa düşdünüz nədən gedir söhbət? Bildiniz də ortaq məxrəc. Bir də deyək ortaq məxrəc. Denən, ortaq məxrəc. X-dən x plus 2 nəyi? Hasili. Hasili x-ə böləndə x plus 2 düşür. Hasili x plus 2-yə böləndə x düşür. Hə, uşaqlar, burada yanımda Səidlə Ayxan var. Onlar sizin də döyürəm hal-hazırda. Yəni, biləsiniz. Hə, davam edirik dərsimizə. Diskriminant, deməli, mənfi 4-dən 2-dir. Hər ikisi tənliyi ödəyir. Bax, heç bir problem yaratmır. Göstərdə məxrəcdə. Əla. Tənliyin kökləri cəmi. Bax, yenə bu. Başa düşdün? Aha, danışaq bunu. Danışaq. Ortaq məxrəc. Hasilidir. Hasil, tələsmə. Hasil x çıx 1-ə bölən nə qədər qalır? Hasil x-ə böləndə x çıx 1. Tələsmə yenə, tələsmə. 3 vur x. Sonra, necə x ədəddir bu? Mənfi 3. Mənfi 3 vuraq mötərizə x çıx 1. Oldu? Bir dəfədə, bir də oranı. Oranı bir də işləyirik. Aşı, oranı bir də. Görə bilsən aşı. Ortaq məxrəc. X ilə x çıx 1. Problem var bura qədər. Hasil x çıx 1-ə bölən nə qalır? X. Sonra. Hasili x-ə bölünə qalır, x çıx 1. 3 vur x, mənfi 3 vuraq, x çıx 1. Bərabərdir. Bura qədər problem var mı? Salam. Tam başa düşdük də elə. Burada problem yoxdur. Vurub açdıq, müsbət, ehtiyatlı ol bax bunu. Mənfi 3-ü burada mənfi 1-ə vuranda müsbət 3 olur. Sonra çarpaz vurduq, gözləmə, keçid o tərəfə. Diskriminant gəldi, oldu 13. Nə oldu? 13. 1 çıxaq, kök haqqda 13 bölü 2, mənfidir, ona görə müsbət 1. Köklər bildik. Köklərin cəmi də viyyətlə tapılaq. 1 böl 1. Hə, viyyətlə 1 böl 1. Vəssalam. Bura qədər problem var mı? Köklər tapa bildik. Narahat olmadıq ki, kök haqqda 13-dən. Bax, 1 çıxdsa bura nə yazırıq? Üstə gəl, 4 vur 1 vur 3, 13. Neçə çıxır? Kök 13. Mənfidirsə, 1 çıx, kök 13, 1 üstə gəl, kök 13. Başa düşürsünüz? Bir də həmin yeri vurğuluyorum. Mən bilirəm axı narahatdır. Bunlara bu boyda dərs keçdim, mən yazanmədilər onlar. Bilirsən niyə? Burada deyir ki, mən başa düşmüşəm. Başa düşməkdir. O bir 20 dəfə getməlidir ora o beyinə. Başa düşmək məsələsi deyil tavcı. Bir də bura baxın. Burada durub gözləməyəsiniz də yəqin, hə? Ədəd keçdi bir tərəfə, bura bax. 0, bax bura. 50 dəfədə təzə misal kimi bax. 1-in kvadratı 1, çıxdısa, üstə gəl. 4 vuraq, 1 vuraq 3. Neçə oldu? 13. Kök haqqda nəyə bərabərdir? Kök haqqda 13. X1 bərabərdir, mənfini, müsbət bir götürüm. Çıx, kök haqqda 13 böl 2 vur 1, yəni 2. 1 üstə kök 13 böl 2. Köklər bilindi. Köklər cəmdə viyyətlə. Elə əkslə 1 böl 1. Oldu. Bir də burada ortaq məxrəcə baxaq. Aşağıdan ortaq məxrəci. Aha. Ortaq məxrəc nə olur? Aha. Bura böləndə nə qədər qalır? X. Bura böləndə nə yazsan yuxarı? 3x çıxılsın, 3 çıxılsın, x çıxılsın 1. Denən Ayşə. 3x. Gördün mü? 3x çıxılsın, 3x çıxır. Üstə gəldik. 3 çıxılsın. 4 üstə gəl dedi. Hə. Belə. Qulaq asırsınız. Diqqətlə. Deməli, burada kəsir var, burada kəsir yoxdur. İstənilənin aşağısına 1 ata bilirik. Bura qədər problem var mı? Bildin də əsas ideyana. İstənilənin aşağısına ata bilirik? 1. İlk ideya gəlcətdir burada. Yaxşı. Ondan sonra çarpaz. X çıx 2 ilə 9 çıx 2-si bir-birinə vurduq. X plus 3 ilə də 1-i. X plus 3. Elə, düzdür. İndi bu kim mötərizə açılması bilmirsə o heç. O bu misaldan çıxsın, təzədən geçsin mötərizə açılması da məcbur. X-i 9-a 9x. Müsbət x-i mənfi x-ə mənfi x kvadratı. İşarələrə fikir ver. Mənfi 2-ni 9-a, mənfi 18, mənfini mənfiyə müsbət. Mənfi x kvadratı. Müsbət 11x. Aydındır? Mənfi x, mənfi 18, mənfi 3 bərabər 0. Mənfi x kvadratı üstə gəl 10, çıx 21 bərabər 0.
Hər tərəfi mənfiyə vur. X kvadratı çıxılsın 10x Üstə gəlsin 21. Aha işte bu burada diskin lan. Onun kvadratı 100, üstə gəldisə, çıx, vur bunları elə. 4 vur, 1 vur, 21, vur bunları eləyir. Kök altı. Mənfi onunla 2 dəfə müsbət 10, bir dəfə çıx, bir dəfə üstə gəl. 2 vuraq 1, 6 bölü 2, 3, 14 bölü 2, 7. 2 dənə, heç bir problem yaratmır ki, 3 dənə 7 məxrəc. Köklər hasilini istəyir. Hasil istəyir 21. İstəsən buradan da tapa bilərdin, 21 böl 1. Aydındır. Aha, bu da həmin şeydir. Oldu, eləməyə ehtiyac var bunu. Aha, gəldik bura. Diqqətiniz burada olsun. Diqqətiniz burada olsun. Maraqlı sualdır. Baxın bura. X-də gəl 1 bölü x 5 tam 5də 1-də, hə? Bunun maraqlı bir həlli belədir. Bax. X üstə gəl 1 böl x bərabərdir 5 üstə gəl 5də 1. Razısan? Bunu belə də yazmaq olar. X üstə gəl 1 böl x 5də 1 ilə 5-in yerini dəyişərəm. Başa düşdün? İndi hal-hazırda x nəyə bərabərdir burada? 5'e. Yerini dəyişəndə x nəyə bərabərdir? 5'te 1'e. 2 dənə kökü var. Görsən x 5 olanda 1 bölü x də 5də 1 olub. Düzdür? X 5də 1 olanda 1 bölü x 5 olub. Mənə qulaq as. X 5 olanda 1 bölü x nəyə bərabər olub? 5'te. X 5 olanda 1 bölü x nəyə bərabər olub? X 5də 1 olanda 1 bölü x nəyə bərabər olub? Razısan da satı. Ona görə x 5'dir ya da 5də 1'dir. Problem var bura qədər. Tutaq ki bu Ayşənin ağlına gəlmədi. Başladıq. Kvadrat tənliyə gətir Ayşə. Qulaq asırsınız da yəqin ki. Denə. X-i bu x-ə, hə? X kvadratı plus nə? 1. Bu da 5'də, 5'də 5'in 25, 26. Razısan da, hə? 5x kvadrat üstə gəl 5 bərabərdir 26x. 5x kvadrat çıx 26x üstə gəl 5 bərabər 0. 26'ın kvadratı 676 çıx. 30'a qədər kvadratlar gəl anında olunsun da. Çıx 4 vur 5 vur 5. 676 vuraq 100. Çıx 100. 576. X1 bərabərdir 26 çıxaq buradan 24 çıxır. Böl 2 vur 5. 2 böl 10. 5'də 1. 26 üstə gəl 24 böl 2 vur 5. 50 böl 10 o da eləyir 5. Gördünüz 5 ilə 5'də 1. Bir də bax. Neylədik? X qaldı bu məxrəc 1 daxil. X-ə vurdum. X kvadratı üstə gəl 1. Bax o gedişikdən çətini. Bildin də? X kvadratı plus 1. Bu da 5'də 5'in 25, 26. Sonra çarpazdan sonrası aydındır hamısı. Tərəfə keçir. Nə çatmır sənə deyiləm burada? Çatdım. Yaxşı bax. Bildin ilk gedişi. Bax, bax. İlk gedişə bax. Hansı çətinsə o gedişi vurğulayın da. X kvadrat plus 1. Oradan keçir bu işin. Bu işin sirri oradadır. Başqa yerdə axtarmayın sirri. Başqa yerdə axtarmayın. Ən çox keçidlər olan mövzulardan biri inteqraldır. 11-ci sinif bu buraxılışa düşmür o mövzu. Orada qəşəng keçidlər var deyə ondan həmişə yarışlar keçirilir. Emin ondan. Kim daha çox keçirdi, daha tez gördü. Və pulu qoyurlar, 2 nəfər çıxır lövhənin qabağına. Orada yazır, bu burada. Kim tez bitirdi. Yəni keçidlər çox vacib bir şey. Orada görsən hansı keçid də axmaqdır. Birinci və məsələn 7-ci keçid. Emin o ikisinə vurğu elə. Onsuz da ondan qalanı bilirsən, Səid. O ikisinə vurğu elə. Başa düşürsən nədən gedir söhbət? Davay. Başlayaq. Görə bilirsən Ayşə, yoxsa alınmır? Bax. Məxrəcə nə atdıq? 1. Məxrəcə nə atdıq? 1. Bax o idi birinci ən çətin ideya. Başa düşdün, bax belə baxsa oydu, bu nə misaldır? İstər-istəməz dik deyəsən. İstər-istəməz, mən özüm baxıram, mən deyirəm ona. Daha az qalsın, mən neçə il eləyir ta? 26 il, 27 ildir də bunları eləyirəm də. Mən bu misal baxanda yenə narahat oluram. Hatta vurğun elə də. Başa düşdün, gəldin, neyi niyəsən? Atdan biri. Ortaq məxrəc nə olur? X çıx 2. X çıx 2-ni 1'ə böləndə X çıx 2 düşür. X çıx 2-ni X çıx 2'ə böləndə isə düşür 1. Bərabərdir 3 də 5'in 15, bir də 3 də 16. Razısan? X kvadrat çıx 2x plus nə? 1. Aşağıda x çıx 2 bərabər 3 də 16. Razısan da yəqin ki.
3x kvadrat çıx 6x plus nə? 3. 16x çıxaq 32. Nəm keçdi o tərəfə elə 3x kvadrat çıx nəm neçə x? 22. Üstə gəl 35 bərabər 0. Hə burada qorxma diskriminantdan. Nədən qorxursan ki? Vuranmırsan 22-ni alt-alta vur da. 480. 480-də çıx sonra 4 vuraq 3 vuraq 35. Başa düşürsən Ayşə? Bura gəlib hesablamalardan qorxmayın. 420. Ayşə sağ ol. Nə qədər elədi? 64. Sonra 22 çıxaq 8 böl 2 vuraq 3. 22 üstə 2 vur 3. Başa düşdün? Mənə lazım ki sən müstəqil bunları eləyə biləsən. Belə mən deyəndə başa düşəsən. Müstəqildə. Başa düşürsünüz müstəqildə. Müstəqildə yaza biləsən bunu. Qorxmayasan ki vaxt gedir. Üstünə getmək lazımdır. Bildiyin kökləri sonra toplayırsan. Köklər cəm buradan da tapa bilərdik ya maşə, 22 böl 3. Dostu lazımdır, biraz əlimiz örgəşsin. Bizə dərsdə burada məşq lazımdır. Aha, gəlin bura. Baxın. Çox vacib. Çox vacib. Dəhşət sualı. İkisində yuxarıda eyni ədədini ixtisar eləmək olur onu bərabərlikdə. İkisində də yuxarıda eyni ədəd olanda onu aparmaq olur. Çatır fikrim. Bərabərlikdə ikisində də yuxarıda eyni ədəd varsa aparmaq olur. Problem var bura qədər. Ona aparanda əgər hərf aparmısansa 100% deyəsən ki x bərabər 0 tənliyin köküdür. O söz deyəsiniz. Eşitdin məni? Həmin ifadəni biraz genişləndirəcəm onu. X bərabər 0 nədir? Həmin tənliyin Köküdür. köküdür. Həmin tənliyin köküdür. İtirməyin o kökü. Yaxşı? Apardıq o ikisləri. Ondan sonra çarpaza baxın. Çarpaza fikir verin. Denən. 4x üstə gəl 2 kökdə. Köküçü də 2 kök 3 plus nəyə vururuq? 2'ye. 4x üstə gəl 2 kök 3 bərabərdir. Bunları bir-birinə vuranda 2 kök 3 vur. Kök 3 üstə gəl 2 kök 3. Aydındır? Getdi 4x bərabərdir. Bunlar 3, 2. 6x bərabər 3 böl 2. 0 və 3 böl 2. 2 dənə kök var. Onun prost cəmini istəyib burada. Aydındır? Bir də təzdən. Bir də bu yerinə bax. Bu ixtisar olmuşdan sonraya baxın hələ. Bir də ixtisar olmuşdan sonraya baxın. X'lər getdi. Denən. X'lər getdi. 2'ni bura vurdun. Nə oldu denən? 4x üstə gəl 2 kök 3. Gördünüz? Sonra Kökü sorusun. kök 3'ü 2 kök 3'ə vuranda. Kök 3 vuraq mötərizdə 2 kök 3 plus neçə? 2. Sonra kök 3'ü 2 kök 3'ə vurdum. Sonra kök 3'ü nəyə vurdum? 2'ye. 2'yə. Bunlar nə oldu? Gitti. Kök 3'lər 3 eləyir. 3 dəfə 2. 6. 3 böl 2. Problem var. Sonra bunları toplayırsan. Dərk elədik. İndi qayıdıram dala. Qayıdıram dala. Hər ikisi də yuxarıda eyni şey varsa onu atırsan. Amma deyirsən ki hərf bərabər 0 tənliyin köküdür. Başa düşdünüz? İndi bunu genişləndirirəm. Qulaq as. Qulaq asın bura. Baxın bura. Fikir verin. X çıx 1 vuraq 5 məsələn, hə? X üstə gəl 2 bərabərdir. 7 vuraq x çıx 1 həll edin. Sən bunu vurub açsan, təzdən bura vursan o kvadratlar zadlar vaxt aparacaq. Başa düşdüyün nə demək istəyirəm? Sən nə qayırırsan burada? Bax, həll edin. Düzdür? Bunu qayda dəftərinə yazarsınız. Videoya baxıb. Yaxşı? Bax, fikir ver. Çox gözəl sual. Bu getdi. Amma bir şərtlə onu sıfıra bərabər elə. Deyirəm, bu bizim kökümüzdür. Başa düşürsən nə deyirəm? Vurğunu başa düşürsən sən. Sən başa düşürsən nə danışıram mən? Onları aparırsan yuxarıdakıları. Yuxarıdakıları aparırsan ona sıfır deyir. Aşağıdakıları aparanda sıfır deyənməzsən. Çünki aşağının sıfır olmalı, ifadəni sıfır eləmir. Amma yuxarının sıfır olmalı sıfır eləyir ifadəni. Başa düşdüyün nə deyirəm? Çarpaz, denən. 7 vuraq. 3x. Bir də çəkəm, bunu vurub eləyirəm. Tutaqlar eləyirəm. Yazalım. 3x plus 2. Davay. Buna bax hə. 21x üstə gəl 14. 5x çıxan 15. Sonra 21-dən 5 çıx denən. 16x bərabərdir. 29. X-də 29 böl. Mənfi 16. Mənfi elədi. Hardan bildin? Keçəndə mənfi 16. Ha, düz deyirəm. Buna bax. Gördünüz, səhvini tutdum mən. 2 dənə kökü var imiş deməli. Gördün, tupoy.
Sən nə demə? Hə, gördüm. Başa düşdük? Deməli, yuxarılara apara bildik, hə Ayşə? Amma o sıfıra bərabər ol. Aşağına aparsaz, onu sıfıra bərabər eləmə, yaxşı? Eşitdin məni? Bəli. Baxın, ha, yaxşı vurğudur, ha bu. Başa düşmürəm. O cəmaət ağlayacaq, ay da bu nə suallardır salmısınız, bu nə çətinlikdir, həmin belə şeylərdir onlar. Başa düşdünüz? Bu var, ha, bu. Bu var, bu. Bu bilsə nə qədər axmaq sualdır. Çox çətin sualdır bu. Oldu, bir yerdə danışıq deyə belə. İndi mən istəyirəm ki, siz onu dəhşət dərəcədə yumuşaldasınız o sualları. Başa sala bilirəmsiniz? Dəhşət dərəcədə yumuşatmaq lazımdır onu. Döyə deyə onu yumuşatmaq lazımdır. Başqa variantı yoxdur. Adi bir şeylərdir. Nə var burada onu eləmək? Yaxşı, görün. Hə, uşaqlar. Mənim yanımda 2 dənə ruhi xəstə var. Onlara dərs keçməyə qərar almışam. Ona görə öz-özlərinə gülürlər, fikir vermək. Yaxşı. Davay. Başladıq. Aha. Nədir bu? Cəbri kəsir. Bu nədir? Təbrik edirəm. Cəbri kəsirdir. Aha. Düzdürmü? Cəbri kəsir imkan vermir bu sualı həll eləməyə. Davay. Birinci olduğu kimi Yazın. qaldı. Birinci olduğu kimi qaldı. Rahat gün, narahat olma. Birinci olduğu kimi qaldı. Düzdür? Bəli. Birinci olduğu kimi Qaldı. qaldı. İkinci də x-2 olsa yaxşı olardı. Düzdürmü? Bəli. İkincinin aşağısını dəyişdim, x-2 elədim. Dəyişən kimi Müsbət işarəni olur. dəyişdim. Bax budur. Əsas vurğu. Həm cəbri kəsir təkrar olunur, həm də rasional tənlik təkrar olunur. Bir də təzədən, bir də həmin vurğunu eləyək. Birinci qaldı. Baxıram oxşar oldu. Birinci qaldı. İkinci də yer dəyişdik. Dəyişən kimi işarə dəyişdi. Bəli, buyur. Burada bunu dəyişsək olar. O da olar. Həmişə çalışın ikincini dəyişin. Oldu? İkincini dəyişin. Davay. x-2 oldu. Problem yoxdur ki. x-3 bu müsbət işarəsi var ha. Bura vur onu. Yaxşı? Burada olan işarəni vurun. Bax, deyən nə deyirəm, mən çox olan səhvdir. Burada olanı bura vurun. Müsbəti bura. Müsbət 7, mənfi x bərabər nəyə? Mənfi 1-ə. 4 çıxaq 2x böl x çıx 2 bərabərdir mənfi 1. 4 çıx 2x bərabərdir mənfi x plus neçə? 2. Mənfi 2x üstə gəl x bərabərdir 2 çıxaq 4. Mənfi x bərabərdir mənfi 2. X də bərabərdir 2. Çatmayan bir şey var? Xeyr. Hə? Başa düşürsünüz? Bəli. Bildiniz buradakı işarəni vurmaq lazımdır. Bəli. Bildiniz ən çətin gedişlərdən biri. Buradakı işarəni eyni daxı məxrəc Vurmaq lazım. vurmaq lazımdır. Məsələn, sənə indi bir sual verirəm. 5 bölək x çıxaq 7 çıxaq x çıx 7 x çıx 4 bərabərdir 2. Denən görün bunu. Burada birincini saxlayaq. Eyni Bunlar şeydə ki, eyni şeydir. Aha. Ona görə x çıx 7 ortaq məxrəc Ha, yazılır. sakit olun. Görək biləcək. 5 çıxılsın x, çıxılsın 4. Ha, görürüz. Yox, üstə gəlsin. Nağıl danışmır. Getdi. Üstə gəldi. Getdi, gördün. Bilirdim ha, yanından qulaq asır olsun. Onu bilirdim. Başa düşdünüz, budur söhbət bax. O budur. Foy şeylərsiniz ha. Ha, bir şey gəlir 20 dəfə deyəsən. 20 dəfə desən xeyri yoxdur sizə. Dedim fikir verdi əvvəz. Demədim bol görsən, qayıtdım ora işarədir ki, bunu bura vur, ikisinə də vur. Tələsmə. 5-dən sonra ara çıxma deyirsən. 5-i yaz, bunu bura vur, sonra deyirəm. Mənfini müsbətə mənfi x. Sonra müsbət. Müsbət. Oo. Mələkdə ilə görün. Denən Mələk. Orada otaq evində x yazırıq 7. 7 yazdıq, dayan. Bu işarələr yazılmır. Bu bura vurulur, nəticəsi yazılır bura. Sən promoyum onu deyirsən. Elə bir 2-ci sinifdə oxuyursan. Başa düşdün nə danışıram mən? Nə dedim? Deyirəm ki, bu işarə bura yazılmır. Yazılır. Denən o sözü. Bu işarə oraya yazılır. Denən. Olur. Bu işarə oraya yazılır. Denən Ayşə. Nə yazılır bəs? Bunu buna vururuq. Onu yazırıq İşarəsini bura. yazırıq. Müsbət mənfi. Sinəsində. Vəssalam. Budur məsələ. Başa düşdünüz? Davama satdı da, hə?
Bəli. İndi biz tənliyin kökünü neçə tapdıq? 2. Tənliyin neçə dənə kökü var? Bir dənə. Poy. Məxrəci nəyə çevirir? Sıfıra. Sıfıra. Məxrəci nəyə çevrilmiş? Sıfıra. Ona görə bu Həlli kök yoxdur. deyil, həlli Həlli yoxdur. yoxdur. Gördün nədir? Gördün, fikir vermədin. Yatırsınız, yatırsınız. Sizinki ancaq yatmaqdır, yat gör, yat gör. Mən gözləyirdim sizin demək. Görsən, hə? Gülürsün, şey eləyir, fikrinizi yayındır, özü deyir. Yaxşı, gözlə video qutarsın. Bundan, hə? Siz tutarsınız, mən bura. Hə, davay. Gedirik, maşallah. Gördün də, hə? Ayşə. Ayşə tələbəm. Mələk tələbəmdə həmçinin. Başa düşürsünüz, hə? Bəli. Problem yoxdur. Xeyr. O vaxt sizə deyirdim, mən. Aha. Uşaqlar, belə bir dənə tənlik verilib. Belə bir dənə tənlik verilib. Ortaq məxrəci nədir? X vuraq, X plus 3. Hasili. Bu X-ə böləndə bura X plus 3 düşürmü? Bəli. X plus 3-ə böləndə düşür X. X plus 3 vur X plus 3, üstə gəl X vur X bərabərdir 4 dəfə 4-ün 16 1 17. Aydındır bura qədər. Vurub açaq X kvadrat plus 6X plus 9. Hardan bildim? Çünki X plus 3-ün kvadratı eləyir də bu. Bəli. Üstə gəl X kvadratı, aşağıda da X kvadrat plus 3X, bu da belə. Təzədən bunu sadələşdirdik. 2x kvadrat plus 6x plus 9, x kvadrat plus 3x bərabər 17 bölü 4. Bura qədər problem yoxdur. Çarpaz vura bilərik. Denən 8x kvadrat üstə gəl 24 üstə gəl nə? Bərabərdir. 17x kvadrat üstə gəl nə? 51x. 8x kvadrat plus 24 plus 36 çıx 17 çıx 51 bərabər nəyə? 0. Sıfıra. 8, 10. Mənfi 9x kvadratı elə sonra Çıxılsın 27x. üstə gəl 36 bərabər 0. 9 plus 27 çıx 36 bərabər 0. Hər tərəfi 9-a bölündü deyə böldüm ki, çox şey aparmasın. X-in kvadratı. Başa düşdünüz? Köklər də mənfi 4-dən 1-dir. Bunların hansı problem yaradır məxrəsdə görün? Məxrəsdə problem Heç yox. yoxdur. Ona görə 2-dən kökü var imiş. Bildiniz? Çox uzun idi. Bunu məsələn bir 2 dəfə yazmaq lazımdır rahat. Rahat ha. Amma məsələn elə uşaq var ki, işte bunu yazan kimdir deyir. Bu bədbəxt başa düşmür ki, bunu mən nə edirəm ki? Mənim nəyimə lazımsa yazsan yazmasan. Sənin orada qəbulda yazmağından ötürü deyirəm. Bunun yolu odur. O bir misalla deyil. Yoxsa uzundur. Bunu sən yazmalısan, səhv eləyəsən istərsiniz yazanda. Bir də yazmalısan, biraz da oturmalıdır. Bəli. Nəsə deyirsən, deyirəm. Hə, elə buna baxacaq. Bizim. Məxrəc, hasil, x plus 3, x plus salam qutarcı getdi. Nə var ki? Qeyri-adi bir şey var burada. Bu da həmin şeydir, yaxşı. Aha, bunu biraz başqa cür eləmişik. Bura baxım bir dənə. Ayşə fikir verin bir dənə bura. Bunlar bir-birinin tərsidir, hə? Bəli. 5 ilə 5-də 1 də tərsdir, hə? Bəli. Düzdürmü? Bəli. Bu x plus 4 bölü x-i bir dəfə 5-ə bərabərləmişəm. Yenə x plus 4 bölü x-i bir dəfə də nəyə bərabərləmişəm? 5-də 1-ə. Bunların yeri dəyişdə yazıla bilər də, ona görə. Bir dəfə 5-ə, bir dəfə də nəyə? 5-də 1-ə. Eyni şey. Çarpaz 2 dənə kök alınır. Başa düşdünüz? Yəni bu metodda göstərdi ki, belə bir şey də var imiş sən demə. 100% başa düşdün? Bildin? Eyni şey, hə? Bir də bu əzbərləmə işidir, hə? Bu tür hazırlama. Kim sevirsən onu əzbərləyib gedib orada çıxan kim tap yazsa. Başqa bir şey deyil burada. Bəli. Bunu da ikisinə də bərabər. Hə, Ayşə istəsən bununla eləyərdin. Amma bunu yazmadı onda. Onda da eyni cavab. Fərqli. Başa düşdünüz? Bu əzbərləmə işdir, konkret deyil. Mən yəni nə qədər 690-lıq uşaqlarla o vaxtlar söhbət eləmişəm, lap əvvəldə. Dedim nətər, heç də müəllimi sadəcə bir dənə yamsılayırlar qutarcı getdi. Əzbərləyir. Qeyri-adi heç kimdə indiyənə ki mən eşitməmişəm o 700 ballardan hansısa kəşf eləsin nəysə. Gör neçə illər keçib üstündən. Hələ də heç kəşf yoxdur. Sadəcə yaxşı əzbərləyir texnikanı. Başa düşdün? Davay. Baxırsınız uşaqlar, bax sizə bir dənə söz deyim. Kəsir o vaxt 0 olur ki, uşaqlar, təkcə yuxarı 0 olsun. Başa düşmürsünüz nə demək istəyirəm, bax. Sıfıra bölmək. Bax. Bu kəsir. Nə isə 2-yə böl 0 al. Nə 2-yə böl də 0 ala bilərsən. Ancaq 0, yəni bunun başqa variant yoxdur. Yuxarı 0, aşağıda 0 olmamalıdır. Başa düşdün? Deməli, bu kəsirin, görsən nə qəşəng misal rahatlaşdı.
Bir kəlmə sözə. Buna vaxt 0 olur, ancaq yuxarı 0 olanda. Razısınız? İndi bunun 0 olmaq üçün nə lazımdır? Təkcə yuxarı 0. Ay sağ, bunun kökləri 2 ilə neçədir? Neçə dənə kökü var? 2 dənə kökü var. Amma bu deyir ki, tənliyin neçə kökü var? Bir kök. Deməli, elə olmalıdır ki, ya bura 2 olmalıdır ki, bu aparsın bunu. Ya da 1 olmalıdır aparsın ki, bir dənə kök qalsın. Başa düşdün? Çatmadı fikrim? Başa düşmədin. Yenidən desələr. Bildin. Bunu bildin 0-a bərabər olmalı. Yuxarı 0 olmalıdır. Bizdən bir Nə olmalıdır? Yuxarı 0 olmalı. Yuxarını 0-a bərabər edəndə diskriminantla həll etsəm 2 dənə kök çıxır. Bizdən bir dənə kök. Başa düşdün? Buradan bir dəfə kök 2 alınır, bir dənə də nə alınır? 1. Bu da deyir axı tənliyin bir kökü var. Birləşib ki, bir kökü var bu. Bunun bir kökü olmaq üçün bilirsən nə olmalıdır? Aşağıda da bunu 0-a bərabər eləyəndə 2 olmalıdır ki, sən deyəsən 2-ni götürmə, 2 aşağını 0-a çevirir. Bir dəfə də 1. Ya da 1-i. Başa düşdün? İndi bu ya 2 olmalıdır ya da nə olmalıdır? 1 olmalıdır ki, 2 olanda bir dənə kök olur, 1 olanda da bu gedir, bir dənə kök olur. Tam çatdı? Yaxşı, onda biraz da geçdədir. Hə, görsən, x çıx 2 x çıx a-dır ya da x çıx 1 nədir? X çıx vuruqları ayırma metodunu eləmişəm burada. Biraz başqa cür yanaşmışam. Vuruqları ayırma da bilmirsən, hə sən? Tez ayırmağı. Tez ayırmağı. Görsən, köhnə dərsdən nə qədər mane olur? Görsən, təzə dərs getmir, yerimir. Köhnə, ancaq köhnə dərs söhbət edir. Nədir o köhnə dərsi? Həmin vaxtda sən çalışma yazmaq istəmirsən, həvəsin olmur, yorğun olursan, nə ayırırsan, imkan verməyəcək dərs. İmkan vermir o dərs. Nəysə, ta burada onu vaxt ayırmıram. Onu ayrıca təzdən çəkərəm. Onu ayrıca öyrənmək lazımdır. Kvadrat düzəltli vuruqlar var. Tez, anında. Nəysə, tutaq ki, elə təsəvvürlə bilirsən bu vuruqlar araması. Bunun vuruqlar araması budur. Düzdür? Bunun vuruqları ayrılması budur. Düzdür? Aşağıda da bu var da, hə. Buradan bir kök çıxmaq üçün x çıx 2 x çıx a olmalıdır ya da x çıx 1 x çıx a olmalıdır. Və salam. Buradan da a2 a da 1. Aydındır? İndi bax. X çıx 7 x çıx 3 bölək x çıx 10 bərabər 0. Təlin istən kökü var. Bu nə vaxt 0 ola bilər? Ancaq yuxarı 0 olur. Sonra 7-nin 3 və salam 2 dənə kökü var. Neçə kökü var? 2 dənə. 2 dənə. İndi x çıx 7, x çıx 3, x çıx b bərabər 0. Bunun amma bir kökü var deyir, özü deyir. Kitab deyir ki, bir kökü var. Bir kök olmaq nə lazımdır? B ya bununla eyni olmalıdır, ya da bununla eyni olmalıdır. Başa düşdünüz? X çıx 7 bərabərdir x çıx b olmalıdır, ya da x çıx 3 bərabərdir x çıx b olmalıdır. Başa düşürük? Yoxsa çatmır? Bax, Ayşəyə sual verir. X çıx 5, x üstə gəl 2, x plus b bərabər 0. Tənliyin bir kökü var. Buyur Ayşə. X çıx 5 ya x üstə gəl 1-ə bərabər olmalı, ya da x üstə gəl 2 x üstə gəl 1. Və salamda qardaş, çətin misal budur da. Nə şişirdirsən ki? Post buna da zaman lazımdır ay Ayşə. Zaman lazımdır. Yəni, o sənə nə qədər çaşdıra bilər, gedə üstünə tutaq da misalları. Bəli, üstə kəsir olan ədədlər. Oyda buna misalda. X çıx 4, x çıx 2, hə? X çıx 2, x çıx 4. Yerləri dəyişik də, hə? Buna t desəm, buna nə deməliyəm? Bir də buna t desəm, buna nə deməliyəm? Problem var bura qədər? Ondan olur denə. T üstə gəl 8 vur. Çıx nə? 6. Hər tərəfi t-yə vurmaq olar da. Nə olur? Üstə gəl 8 çıx 6 t bərabər 0. Bunu da diskriminantla köklərini tapsan t 2-dir, bir də neçədir? Get testə götürməyin 2 ilə 4-ü cavab kimi. T deyil misalımız. Misalımız x-dir. Ona görə bu ifadəni təkcə bir dəfə nəyə bərabər eləyirsən? Bir dəfə nəyə bərabər eləyirsən? 4-ə. Bildiniz də bu ixtisar getdi. X nəyə bərabər oldu? 0-a. 0 məxrəcdə problem bizad yaratmır. Bunu təzədən vuruqlara ayırdım, ixtisarladım. X nəyə oldu? 2 məxrəcdə problem yaradır. Ona görə tənliyin bir dənə kökü. Bəli. Yuxarı çıxa bilərsən. Bəli. Elə bununla da verəndə yenə eyni cavab alınacaq da. Bu 1 böl t daxı. Mən t demişim. Hə, 1 böl. Hə, buna deyirsən t desəydim, ona 1 böl t, o da olardı. Prosta mən bəri başdan buna t dedim, ona 1 böl t Bu dedim. vuruqlara ayrılmaz da.
Hə, eləmək olardı, yenə kəsr olacaqdı. X çıx 2 1 bölü x üstə gəl 2 də nədir? X üstə gəl 2 1 bölü x üstə gəl 2. Bildin nə deyim? Bunu ixtisarladın, qaldı nə? X üstə gəl 2. Bu da getdi 1 bölü x üstə gəl 2. Belə deyirsən? Bax. Aha, belə. Buna t deməliydin, buna 1 bölü t. bölü t. İnanmıram, ona da deyəcəydin, yoxsa yox. Bəs, hə? Bax. Buna mı rahat tez deyirsən? Bax. Oldu, indi gör bu nətər işləmək lazımdır ki, alınsın. Nə qədər misal var ha burada? Qutarmır ya. 32 qədərdir. Asandır ki. Aha. Ha. Ha bax. Ya qoy 2 olsun bu. Geçsin yaddaşa, sonra pozlar eləyər. Ha, bu boyda əziyyət çəkdi.